Bu gün splenomeqaliyadan, yəni sadə dildə dalaq böyüməsindən danışmaq istəyirəm. Çox vaxtı analar uşaqlarda dalaq böyüməsi aşkarlanır, çox təlaşla bizi yığırlar və yaxud da böyüklər də təsadüfi ultrasəs müayinələrində doktor mənim dalağım normadan böyük çıxıb. Bu nəyə görədir? Bildirmək istəyirəm ki, əgər dalağın böyüməsi ilə yanaşı qaraciyər də böyüyübsə, bu doğrudan da ciddi xəstəliklərdən xəbər verə bilər. Mütləq altda yatan səbəb araşdırılmalıdır. Əgər baxırıq, portal hipertensiya yoxdur, qaraciyər böyüməyib, lakin sadəcə dalaq böyüyübsə, normadan çoxdursa da, bu zaman hematoloji, yəni qan xəstəlikləri araşdırılmalıdır. Dəmir defisitli anemiyalar, xronik anemiyalar dalağın böyüməsinə səbəb ola bilər. Dalağın normal ölçüsü 13 sm-dir. Bundan böyükdürsə də splenomeqali, yəni dalağın böyüməsi kimi qəbul olunur. Lakin bir də çox cüssəli, boylu buxunlu insanlar var ki, bu insanlarda dalağın ölçüsü norma kimi qəbul oluna bilər. Ona görə vaxtsız, yersiz təlaşa düşməyək. Əgər dalaq böyüməsi aşkarlanıbsa, həkim mütəxəssislərə müraciət edək. Altdakı səbəb tapılsın, doğru qərar, məsləhət verilsin.